zindəgü ver Əhl-i Beytin əlinə. Allahın əlinə, müdiriyyəti ver Allahın əlinə. İki quruh əz şiəyan Yahudi öləcəklər. Yahudi, öləndə Yahudilərin qəbristanı. Öləndə Allah bunları qoymayacaq şiələrin cəminə. Yeki unay ki, vaxtı istitaət-i malişun residi Məkkəni getmirlər. Şuarına da biz ərəblərə pul vermərik. Amma kəsafətkarlığa pul verərlər. Gündə 100 dənə Türkiyə fəqət bizim məmləkətdən pərvaz var. 100 dənə. Onlara pul verərlər. Onlar heç kəs deməz. İnəyin budun şəqqəsi ilə durazı qoyar itin qabağına. Ona ləzzət aparar. Deyər bu savabdan Ərbəyinin piyada rəvisi bir dənə daş olub düşüb başına. Ki, nəyə gedirlər? Ağa, isti hava dələmur 55 dərəcə nahar çağı. Balay sifridir. Qəza məcər yiyə bilir. Zair eşqinə gəlib. Eşq bir dəryaudir. Tufan eyləsə tuğyan edər. Qudrəti ki eşqidə var. Aləmi heyran edər. Eşq insaniyyətin bərcəstə istedadıdır. Eşqi örgəşmək mahaldır. Eşq madərzadır. İmam Hüseyin istəməyən nə anlayır ki bu yoldan Məsirdə tərəf nə mənə görür. Bəli, bura eşq Məsiridir. Tamam da havası bizim üstümüzdədir. Tamam ləhzə və ləhzə havası bizə var. Ələm mün Hacı Rəfi'i buranın məsulü deyil. Hacı Rəfi'i bir dənə burada bəhanədir ta tamam Azərbaycanlılar, şərqi, qərbi, Zəncan, Ərdəbil tökülələr, Həmədan, Savir gələlər burada. Ya Hüseyin səsləyələr bahəm. Hamısı müdiriyyətli Əhl-i Beytin əlində. Əlan sən bir dənə təsadüf görübsən, neçə gündə gəlibsən bura. Hələ bir dənə də polis də yoxdur. Elə hərə hardan gəlir qovalayır. Bir dənə təsadüf yoxdur. Nişan-ı müdiriyyət-i sahib-əz-zaman və İmam Hüseyin ağa. Ərəbistan'dan 1.700.000 hacı vardı, 600.000 nəfər öldülər bir dənə küçədə. Amma bir nəfərin burada bırnı qanamır, bir nəfər ac qalmır, bir nəfər küçədə qalmır. Çünki müdiriyyət özlərinin əlində.